Klinikada yeni doğum şöbəsi öz rahat palataları, doğuş zalı, yeni doğulmuşlar otağı və qayğıkeş personalı ilə hamilə xanımların yolunu gözləyir. Analar və körpələr həyatının ən xoşbəxt anını burada yaşayır. Doğuş və keysəriyyə əməliyyatı peşəkar mama ginekoloqlar, reanimatoloqlar tərəfindən aparılır. Əziz hamilələr, körpənizin sağlam olmasını, doğuşunuzun əziyyətsiz, travmasız keçməyini istəyirsinizsə, layiq olduğunuz yeri Vital Doğum Evini seçin. Baş, beyin, onurğa xəstəliklərindən, fəqrə arası disk yırtıqlarından, bel, boyun, əl-ayaq ağrılarından və keyləşməsindən əziyyət çəkənlərin nəzərinə Vital Klinikada tanınmış türk uzman neyrocərrahları mikroskopik yolla neyrocərrahiyyə əməliyyatları həyata keçirir. Ağrısız, kəsiksiz aparılan bu mikroskopik əməliyyatlar sizi əzab verici ağrılardan və hərəkət məhdudluğundan bir dəfəlik qurtaracaq. 012 437 52 20. Sabahınız xeyirli uğurlu olsun, hörmətli tamaşaçılarımız. Yeni bir iş həftəsində sizi yenidən görməyimizə şadıq. Hər birinizə xoş gün arzu edirəm və mövzumuz. Bugün əslində biz hamiləliklə bağlı, hörmətli tamaşaçılarımız, bizə ünvanladığınız bir çox sualları cavablandıracaq. Odur ki, diqqətli olun və hal-hazırda bizi izləyən tamaşaçılarımız arasında sualları olanlar, xüsusən də təbii ki, hamilə xanımlarımızda və ya hamiləliyi planlaşdıran, doğuşa hazırlaşan, bax, bütün bu xanımlar həm diqqətli olsunlar, ekranlara yaxın əyləşsinlər, suallarınız yaranarsa 562 16 48 nömrəsinə zəng edə bilərsiniz, bizim canlı yayım nömrəmizdir. Və qonağımız Vital Klinikanın həkim onkoginekologu Səltənət Məcidovadır. Xoş gəldiniz Səltənət xanım. Səltənət xanım, bax, həm bizə çox sayda suallar gəlir, bu hamiləliklə bağlı, doğuşla bağlı, həm də bilirəm ki, Vital Klinikaya da çox gəlir suallar. Ona görə də bugün qərara gəldi ki, tamaşaçılarımızın suallarını cavablandıraq. Bir də tamaşaçılarımıza qeyd edin, 562 16 48 zəng edə bilərsiniz. Birinci sual oxuyum. Deməli, belə bir sual gəlib bizə. İkinci dəfə hamiləyəm. Doğuş çox çətin olub. Uşaq travma aldı. Yəni, bu mən belə başa düşürəm ki, birinci doğuşu nəzərdə tutur. Uşaq travma aldı, doğuşda qanaxma oldu, çoxlu tikişlər oldu. İndi keysəriyyə etmək istəyirəm, lakin yenə də çox qorxuram. İndi bilmək istəyirəm ki, keysəriyyə edə bilərəmmi? Demək ki, xanım birinci doğuşda təbii doğuş edib, o doğuşda bu qədər problemlər çıxdığı üçün artıq keysəriyyə müraciət etmək istəyir. Buyurun. Əslində qorxmağın yeri yoxdur demək biraz düzgün çıxmazdı. Həqiqətən də bax birinci hamiləlikdə ki, birinci doğumda ki, belə narahatçılıqlar olub, xanımı anlamaq olar ki, xanımın qorxusu nədəndir. Amma əslində doğum fiziologiyadır, yəni fizioloji haldır. Bu doğumu öncədən hazırlanmaq lazımdır ki, həqiqətən bax belə patologiyalar doğum zamanı qarşılaşmasınlar. Əslində bu patologiyaların hər birinin qarşısını almaq olar. Bax, xanımın adı çəkdiyi o uşaqda olan hər hansı bir qüsur olubdur, narahatçılıq olubdur, özündə olan qanaxmadır. Bax, bu narahatçılıqların qarşısına əgər vaxtında alınarsa, əgər vaxtında xanım hazırlanarsa, əslində bu narahatçılıqlar olmaz. Düzdür, keysəriyyə əməliyyatını üst tuta bilər xanım. Bu xanımın seçimi bəlkə də ola bilər. Amma keysəriyyə əməliyyatı bu artıq bir əməliyyatdır, orqanizmin keçirdiyi bir əməliyyatdır. Düzdür, ağrılar olmayacaq əməliyyat vaxtı bu ağrılardan zaten. Amma əməliyyatdan sonra orqanizmin bərpa olunması var. Orqanizmə qulluq olunmalıdır. Yara nahiyəsində, tikiş nahiyəsində ağrılar ola bilər. Yəni, daha sonradan olan ağrılar ola bilər. Xanım bunları nəzərə almalıdır ki, bu bir əməliyyatdır, keçirilmiş əməliyyat. Lakin bu hamiləlikdə öncədən əgər hamiləliyə xanım istəyirsə heç bir patologiya olmasın, heç bir narahatçılıq olmasın, doğumu tam normal keçsin, fizioloji keçsin, o zaman hamiləliyin ilkin dövrlərindən artıq başlamaq lazımdır. Həkimə müraciət olunmalıdır öncədən, həkimin məsləhətlərinə əməl olunmalıdır vaxtında. Bu qadın məsləhətxanalarında və yaxud da ki seçdiyiniz doğum evində əgər hər hansı ki həkimimizi seçmişsinizsə, hətta məsləhət görərdim ki, artıq doğumu kim aparacaqsa, hansı həkim aparacaqsa, o həkim öncədən nəzarət etsin hamiləliyə. Və hamiləlik boyunca lazımi qida maddələrindən, hansı qida maddələrindən istifadə etmək, doğuma necə hazırlamaq, doğum zamanı özünü necə aparmaq, doğum zamanı cırıqların olmaması üçün nə etmək. Məsələn, əgər paralel qida hansı xroniki xəstəlik varsa, düzdür, biz hər zaman bunu təkrar edirik. Xanım indi deyə bilər ki, mənim başqa xəstəliyimin hamiləliyi ilə nə əlaqədar və doğum zamanı nə fəsadı ola bilər. İnanın, bir-birindən bağlıdırlar. Məsələn, əgər xanımın qan azlığı varsa, qan azlığı olan orqanizmlərdə ümumiyyətlə qanaxmaya, qan itirməyə daha çox meyilli olurlar. Ona görə əgər qan azlığı varsa və bütün hamiləlik boyu bu qan azlığın müalicəsi olunmayıbsa, anemiya davam edirsə doğuma kimi daha çox faizlə bu xanımda qan itirmə ehtimalı olacaqdır. Və yaxud da ki, bax dedi, cırıqlarım olubdur, uşağın qüsurlu olubdur, nəsə hər hansı bir narahatçılıq olubdur.
bütün hamiləlik boyu əgər bu anemiya davam eləyirsə, qanın əsas funksiyası nədir? Hemoqlobinin bütün oksigeni orqanlara çatdırmaq, eləcə də dölə çatdırmaq. Əgər bu qan aşağıdırsa, anemiya varsa, demək bu qan dölə kifayət etmir və dölə oksigeni tam çatdıra bilmir. Və bu zaman artıq dölün beynində o ocaqlar yaranır, qansızmalar olur. Artıq hamiləlik vaxtı bu patologiyanın təməli qorulur və doğum zamanı artıq doğum həkiminin burada bir günahı yoxdur ki, hamiləlik zamanı əgər hazırlanmayıbsa, hamiləlik zamanı əgər bunun qarşısı alınmayıbsa və ya da başqa bir narahatçılıq olsun, böyrək patologiyası, əgər uşaqlıqda hər hansı bir böyrək xəstəliyi keçirdibdirsə və hamiləlik zamanı həkimin yanında olmayıbsa və sonunda gedir doğuma. Əgər böyrəklə bağlı hər hansı bir narahatçılıq varsa, bu da hamilə doğum zamanı özünü göstərəcək. Yəni ki, əslində doğuşun, təbii doğuşun bu cür travmatik keçməsi öncədən hazırlıqdan asılıdır. Amma bilirsiniz, bu cür doğuş zamanı olan qanaxma, cırıqlar və ya uşaqda olan travmalar xanımları əslində bax belə bu cür keysəriyə getməyə sövq edir. Amma demək ki, doğrudan da normal şəkildə hazırlıq olsa, təbii doğuşda belə şeylər olmaz. Mütləq. Əgər xanımda uşaqlıq yolundan hər hansı bir çirk gəlirsə, ifrazat gəlirsə, əlbəttə biz artıq doğumda bunu gözləyirik. Mütləq cırıqlar olacaq, mütləq qanaxma olacaq, mütləq tikişlər olacaq. Yəni o gələn ifrazat, gələn o infeksiya irin uşaqlıq yolunun əzələlərini kövrəkləşdirir. Hətta xanımlar özlərini necə aparmalıdırlar doğuş zamanı? Bu da onlara aşılamalıdır, başa salınmalıdır və tamaşaçımız var xəttə. Alo. Alo. Əfsanə xanım. Alo. Buyurun, eşidirik sizi. Sabahınız xeyir. Sabahınız xeyir. Doktoru da salamlayırıq buradan. Sağ olun. Buyurun. Mənim doktora sualım budur ki, yəni bu poliplə əlaqədar, polip olarsa əgər hamilə qalmaq mümkündürmü? Polip. Əfsanə xanım, düz eşitdik, polip? Bəli, bəli. Mən bir sual verirəm. Yaşınız neçədir? Əfsanə xanım, bizi eşidirsiniz? 27. Heç hamilə qalmısınız indiyə kimi? Xeyr, yox. 3 ildir ailəliyəm, qalmamışam. Polip sizə indiyə kimi şikayət verib, hər hansı bir qanaxma mı? Xeyr, yəni onu təzəlikcə bilinibdir ki, artıq polip var. Yəni bilibdir ki, doktor ondan ola bilər ki, olmasın. Yəni bu Hamilə qalmamalı. bir neçə ildə ailəlisiniz, ultrasəs müayinəsindən təzəlikcə keçmisiniz, düzdür? Bəli. Aydındır Əfsanə xanım, təşəkkür edirik. Sualınız cavablandırılacaq. Və polip, yəni belə başa düşdüm ki, uşaqlıqda mı yerləşir? Uşaqlığın daxilində yerləşən polipdən söhbət gedir. Əgər əslində bu polip bir dəfə ultrasəs müayinəsindən keçməklə və bir neçə ildən sonra xanım artıq ultrasəs müayinəsindən keçib, bu birinci xanımın səhvidir ki, əgər neçə ildə hamilə qala bilmirsə və əgər narahatçılıq varsa, əslində ailə qurmamışdan öncə bütün bu müayinələr olunmalıdır, aşkar olunmalıdır. Yox, əgər olunmayıbsa, ailə qurduqdan sonra bir il ərzində ən azından müayinələr aparmalıdır. Çünki bir il ərzində əgər xanım hamilə qalmırsa, artıq burada sonsuzluq diaqnozu qoyulur və mütləq müalicəsi olunmalıdır. Artıq müəyyən etaplara keçilməlidir. Xanım hamilə qala bilsin. Həm yoldaşa, həm özündə paralel müayinələr aparılmalıdır. O ki, qaldı xanımın sualına polip olan zaman hamilə qalmaq olar yox. Bəli, polip hamilə qalmağa maneçilik törədə bilər və bunun müalicəsi əgər ehtiyac duyulursa müalicəsini etmək və yaxud da ki, aradan qaldırmaq mümkündürsə aradan götürmək lazım. Yəni çox az belə deyə invaziv yolla, çox rahat yolla polipi aradan götürmək mümkündür. Əlbəttə mümkündür. Onun müalicəsinə məşğul olmaq və aradan götürmək mümkündür. Müalicə dedikdə, yəni konservativ müalicələr kömək etməyəcək yəqin ki. Onu əslində qoyulan diaqnozdan asılıdır və ultrasəs müayinəsinin cavabından əsaslanaraq onu bilmək olar ki, həqiqətən də bu şikayət vermirsə, bunu götürməyə ehtiyac var, yoxsa yoxdur. Yəni bu diaqnoz artıq qoyulmalıdır. Əgər varsa, yəni deyirəm çox demək olar ki, kiçik bir əməliyyat da demək olmaz buna. Gistroskop vasitəsilə bunu götürmək mümkündür. Xanımın sualının cavabı odur ki, doğrudan da polip hamiləliyə maneçilik törədə bilər və onun hansı növdə müalicəsi artıq qoyulan diaqnozdan asılıdır və məncə artıq o polipi aradan qaldırmaq lazımdır oradan. Və biz keçirik növbəti sualımıza. Növbəti sualımız belədir. İkinci hamiləliyimdə 5 aylıq olmalı idi, amma aparata düşdüm, dedilər ki, 2 aylıqdan inkişaf qalıb, yəni uşaq inkişafdan qalıb. Sonra uşağı götürdülər, təmizlədilər. Yaxşı edə bilmədiklərindən ağır qanaxma oldu, qan köçürdülər. Uzun müddət özümə gələ bilmədim və 2 ildir ki, hamilə ola bilmirəm. Yoxlandım, heç nə yoxdur, dedilər. Hamilə, yəni dedilər ki, heç nə yoxdur, hamilə qala bilərəmmi? Ümumiyyətlə bu uşağı götürdülər, bu küretaj yəqin ki, nəzərdə tutur xanım. Bunun belə deyək, nə kimi
doğrudan da fəsadı olur. Məsəl üçün, hətta belə bir şey deyirlər, xanımlarımız çoxu bilir ki, ilk hamiləliyi kürtaj etmək olmaz ki, ümumiyyətlə hamiləlik baş verməz. Belə bir şey varmı doğrudan? Var, əgər həqiqətən də diqqətdən nəzərdən qaçarsa hər hansı bir amil, bəli, ola bilər. Amma əsas səbəb burada nədir? Burada digər səbəblər. Birinci, xanımın günahı onda olubdur ki, 5 aylıq hamiləlik zamanı gedib ultrasəs müayinəsinə, artıq 3 ayda hamiləlik inkişafdan qalmışdı. Demək, vaxtında erkən müayinələrdən keçməyib xanım. Yəni, biz həmişə deyirik ki, ilkin hamiləlik müayinəsi 5-ci, 6-cı həftəsində olmalıdır ki, uşağın ürək döyünməsi götürülsün. Daha sonra 12-ci həftədə, yəni 3 aylığında olmalıdır ki, bütün orqanlar artıq qurulub qurtarır. Deməli, 5 aylığında gedib ki, 2 aylığından demək, 3 ayda artıq bətn daxilində inkişafdan qalıb bu hamiləlik və həqiqətən də bu narahatçılıq... Amma bu nə qədər təhlükəlidir insan öz orqanizm üçün çox təhlükəlidir. Bəlkə hər hansı bir şikayəti olsaydı xanımın, hər hansı bir qanaxma versəydi, qanlı ifrazatı olsaydı, ağrıları olsaydı, xanım bunu anlayardı, bəlkə müraciət edərdi. Amma bəzən əfsuslar olsun ki, elə hallar olur ki, orqanizmdə bətn daxilində inkişafdan qalır. Əsasən də birinci hamilələrdə bu. Nəyə görə? Çünki birinci hamilələrdə daha gec dövrlərdə xanım uşağın hərəkətini hiss edir. 20 həftəsindən sonra, 24 həftəsindən sonra. Ona görə bir o qədər fikir vermir bətn daxilində hər hansı bir hərəkət filan olmayanda. Ona görə də bax, 12 həftəsində, 6 həftəsində, 12 həftəsində mütləq ultrasəs müayinəsindən keçmək lazımdır. 12 həftəsində artıq dölün bütün orqanları qurulur. İkinci ultrasəs müayinəsi vacibdir ki, hər hansı bir patologiya varsa orqanlarda, orqanlar qurulan zaman hər hansı bir daxili defekt varsa, bu aşkar olunacaq artıq. Ona görə 12 həftəsində xanım birinci növbədə ultrasəs müayinəsindən keçməli idi. O ki, qaldı 3 ay bətn daxilində inkişafdan qalmış dölü kürətaj ediblər. Çox güman ki, xanımda əgər qanaxma olubdursa, belə bir narahatçılıq olubdursa, xanım müalicəsiz gedibdir bu kürətaj olunmağa. Bəzən olur həqiqətən. Necə yəni? Kürətajdan öncə müalicə mi lazım? Mütləq. Çünki bətn daxilində artıq 3 aydır bətn daxilində belə ya cisim var, ya orqanizm var, hansı ki inkişafdan qalıbdır və bu birbaşa bədənə zəhərləyici maddələr, toksiki maddələr ifraz edir və bütün qanın laxtalanma sistemini dəyişir. Qana zəhərlənmə verir. Ona görə də biz kürətaj edən zaman əgər hər hansı bir profilaktik tədbirlər görünməsə, hər hansı bir müalicə görülməsə, mütləq qanaxma ilə rastlaşacaq burada. Bu bir mənalıdır. Əslində kürətaj doğrudan da belə deyək, bəzən təhlükəli ola bilir. Ona görə buna da çox ciddi yanaşmaq lazımdır. Bəli, ona görə bu kürətajı əslində həkimin boynuna atmaq ki, həkimdə idi günah yox. Mən özüm də görürəm belə hallar ki, inkişafdan qalmış hamiləlik gələndə, müraciət edəndə xanıma təklif olunur ki, birinci mütləq müayinələrdən keçməsi. İnanın, nə qədər ona görə belə deyək, istəməyib çıxıb gedənlər də olur ki, nəyə görə mən bətnində inkişafdan qalıbdır da götürün bu uşağı vəssalam. Yəni düzgün deyil. Müalicə olunmazsa hətta öz həyatınız təhlükədə qalır. Ona görə mütləq müalicə olunub daha sonra orqanizm götürülməlidir və xanım hamilə qala bilərmi yoxsa yox? Məncə belə bir sual verirdi. Bəli, o sualı cavablandırarıq, amma tamaşaçımızı gözlətməyək. Alo. Alo. Buyurun, eşidirik sizi. Salam, baxışdınız, narahat edirəm. Buyurun, xoşdur. Sualım var idi. Buyurun. Doktor, mən elədir ki, birinci hamiləliyimdə 7 ayında uşağın başında problem var idi. Hidrosefaliya dedilər. O uşağı süni doğuşdan götürdülər 7 ayında. Aha. İndi isə müalicə olunmuşam, stomaklavirus çıxmışdı da, mən də müalicə almışam. İndi yenidən hamiləyəm 1 aylıq. İndi nələrdən keçməliyəm ki, yenə həmin şey olmasın? Aha. Başqa suallarınız varmı? Yoxsa aydındır? Təşəkkür edirik və inşallah ki, bu hamiləliyiniz uğurlu sona çatar. Bəli, xeyirli olsun. Və çox gözəl, xanım 1 ayda hamilədir və narahat olur, düz narahat olur. O dediyi problem uşağın başında o virusdan ola bilərmi? Əlbəttə, bir mənalı virusdan ola bilər və əgər həqiqətən də xanım hamiləlikdən öncə dedi müalicə almışam, həqiqətən də müalicəyə ehtiyacı da olur. Müəyyən qanını yuduzdurmaq proseduraları, müəyyən hər hansı bir narahatçılıqlar, cinsi infeksiyalar yoxlanılmalıdır, yəqin ki, yoxlanılıbdır xanımda, bunların müalicəsi olunmalıdır. Əgər varsa, yəni tək sitomeqalovirusla əlaqədar olmaya da bilər. Burada bir neçə səbəbdən ola bilər. Hamiləlik zamanı keçirilən qrip viruslarından ola bilər. Əslində hamiləlik təmiz bir orqanizmdə baş versə daha yaxşı olar. Əlbəttə, hamiləlikdən öncə mütləq müayinələr olmağı yaxşıdır. Və xanım artıq hamilədirsə, sonrakı etapları gözləmək lazım deyil. Əgər 1 aylıq hamiləlikdirsə, mütləq bu infeksiyalar yenidən yoxlanılmalı. Əgər ehtiyac duyulursa cinsi infeksiyalarda, ehtiyac duyulmursa, yəni şikayətlərindən asılı olaraq artıq həkim məsləhəti ilə bu qanda olan sitomeqalovirus, gerpes, xlamidya, rubella, bax bütün bu infeksiyalar yoxlanılmalıdır. Əgər həqiqətən də qanda aşkar olunursa, vaxtında tədbirlər görülməlidir və mən xanıma məsləhət görərdim. Mən həqiqətən də öz praktikamızda bundan yüksək effekt görürük azon terapiya müalicəsindən. Hər ay həkimlə məsləhət ilə, əlbəttə əgər əks göstəriş yoxdursa, həkimimiz məsləhət görürsə azon terapiya müalicəsindən istifadə etməliyik. İndi 1 aylıqdır xanım dedi. Ultrasəsə getməlidirmi? Ultrasəs müayinəsindən
5-ci, 6-cı həftəsində artıq vaxtıdır ultrasəs müayinəsindən keçməlidir. Daha sonrası 12-ci həftəsində ikinci ultrasəs müayinəsindən keçməyi vacib sayılır. Çünki orada artıq orqanlar bayaq dediyim kimi qurulmuş olur. Hər hansı bir patologiya varsa, hər hansı bir narahatçılıq varsa bu görsənəcək. Və üçüncü, əgər arada əlbəttə ki, heç bir narahatçılıq yoxdursa, şikayəti yoxdursa, bir də 24 həftəsində mütləq Doppler müayinəsindən keçməlidir. Doppler müayinəsində bax bayaq dediyim bütün defektlər görsənəcək. Ana ilə döl arasında olan qan dövranda hər hansı bir patologiya var, yoxsa yoxdur, narahatçılıq var, yoxsa yoxdur. Bütün bunlar aşkar olunacaq. Və vaxtında həkim nəzarəti mütləq lazımdır. Lazımdır. Və o bayaqki tamaşaçımız dedi ki, deyirlər ki, yoxlamışam, heç nə yoxdur. Yox. Hamilə qala bilərəmmi? Bəli. Yox, əgər belə bir narahatçılıq olubsa və bətn daxilində inkişafdan qalma olubdursa, bu boş yerə ola bilməz. Yəni səbəbsiz nə isə bir şey ola bilməz. Bax, hər hansı bir bayaq dediyim, adı çəkdiyim infeksiyalar ucbatından bu ola bilər. Mütləq yoxlanılmalıdır, aşkar olunmalıdır. Həmişə bunu deyirik, rezus konflikt, qanın mənfi olmağı, rezusun mənfi olmağı ilə əlaqədar ola bilər. Bəzən heç buna xanımların özü mənasını bilmirlər. Bax, dünənlərin bir doğuş olubdur, həqiqətən də təəssüfləndirici bağlıdır. Gecikmiş doğuşdur, 42 həftəliyinə artıq keçir hamiləlik və xanımın qanı mənfidir. Və qadın məsləhətxanasında bu müşahidə olunubdur və bilmirəm diqqətsizlik ucbatından, bilmirəm səhvlik ucbatından xanımın qanının rezusunu müsbət yazıblar. Yəni və bu xanım nə özü dərk eləyir bunun mənasını, nə həkim bunu uzun müddət bilibdir. Yəni bax bu şeylərə xüsusi diqqət olunmalıdır. Bütün bu faktlar aşkar olunmalıdır. Ola bilər elə bir faktor ki, həqiqətən göz qabağındadır olan bir şeydir, lakin aşkar olunmayıbdır. Amma qanın məsəl üçün qrupu, rezusu o qədər dəqiqliklə yazılmalıdır. Çünki o hər an hər şey ola bilər. Məsələn, qan köçürtmək lazım olar. O zaman düzgün bu belə deyək də qan düzgün sənədlərdə ilk növbədə sənədlərdə düzgün yazılmalıdır. Daha sonra alınan laborator müayinələrdə mən ona görə hər zaman klinikaya əgər xanım qeydiyyatdan keçirsə, mütləq o qan qrupu rezus faktor mütləq yoxlanılmalıdır hər bir pasiyentə. Çünki ola bilər sənədlərdə hər hansı bir diqqətsizlik üzündən nəsə yazılsın və yaxud da ki, olunmasın yazılsın, səhlənkarlıq üzündən nəsə ola bilər səhvlik olsun. Ona görə mütləq bu həkim tərəfindən müşahidə olunan 9 ay müşahidə olunan həkim tərəfindən bu aşkar olunmalıdır. Yoxlanmalıdır. Yəni səbəb araşdırıb tapılmalıdır və xanım inşallah ki, hamilə qala bilər. Ola bilər yenə də qayıdım ona ki, infeksiya olubdur, boruları zədəliyibdir, infeksiya olub yumurtalıqda narahatçılıq törədib. Və ya məsəl üçün hamilə yenidən qala bilər, amma o hamiləlik sona kimi gedəcəkmi? Bunu da, yəni bu da sual işarəsi altındadır. Əlbəttə, müalicə olunmalıdır. Bəli, müalicə olunmalıdır ki, axıra çatdırsın. Və daha bir tamaşaçımız, alo. Alo. Tamaşaçımız xəttədir ya yox, bilmək istəyirəm. Alo. Hə, tamaşaçımız hələ ki yoxdur, biz davam edirik. Ümumiyyətlə, bax, biraz öncə qeyd elədiniz hamiləliyin, bu doğuşun gecikməsi. Doğuş neçə ayında artıq baş verməlidir? Normal inkişaf etmiş doğuş, fizioloji doğuş 39-40 həftəsində olur. Yəni 39-40 həftəsi əgər tamam olursa, normal doğuş olmalıdır. Lakin bəzən ola bilər ki, normal doğuş geciksin. Bu patoloji halda ola bilər, normal, yəni fiziologiyada ola bilər. Bunu mütləq əgər hətta yəni orqanizmadan asılıdır bəzən. Orqanizmdən asılı olmaq demək olar da, hamiləliyin uzanması da demək olar. Hamiləlik uzanır bir qədər. Ona görə bunu əgər hətta doğum bir gün gecikibsə də belə, xanım narahat olmalıdır. Mütləq həkimə müraciət etməlidir. Yəni bəzən xanımlar qorxurlar, nəyə görə qorxurlar həkimə? Hamiləlik gecikir, həkimə müraciət etmirlər ki, nə vaxt sancım tutar, onda gedərəm. Çəkinirlər ki, bəlkə hamiləliyi tezləşdirərlər, bəlkə sürətli doğuş olar, bəlkə narahatçılıq, amma əslində bu evdə oturmaq və bir gün gecikmə belə narahatçılıq törədə bilər. Patologiya sayıla bilər. Ürək döyünməsi uşağın dayana bilər, narahatçılıq ola bilər, bətn daxilində xəbəriniz olmaz ondan. 40 həftəni keçdiysə bu təhlükəli ola bilər. Təhlükəli ola bilər. Bunun təhlükəli olub-olmamasını isə həkim qərar verməlidir. Həqiqətən də təhlükəlidirmi bu orqanizm üçün, yoxsa yox? Alo. Alo, sabahınız xeyir. Sabahınız xeyir. Sizinlə danışan Samirə xanımdır. Buyurun Samirə xanım, eşidirik. Mənim sualım həkimədir. Hələ bir ki, mən yayda olmuşam abortda, iyun ayında. Ondan sonra mən hələ bir ki, aybaşı olmamışam. İyun ayında? İyun, birinci ayda. Birinci ayda, aha. Da. Sonra mən avqustda təsadüfən halda birdən yadıma düşdü. Testlə yoxlayanda heç nə göstərmədi. Yəni ki, yox idi, hamiləlik yox idi. Mənə pristup verməyə başladı və mən həkimə müraciət etdim, müalicə yazdı. Dedi, soyuq değmən var. Bir də ki, follikullar yetişmir. Çox xırdadır. İndi hal-hazırda hamilə deyilsiniz. Xeyr, yox. Amma menstrual sikl yenə də baş vermir. Yoxdur, baş vermir. Mənə sonra deyiblər ki, gözlüyün bu follikul menstruasiya olmalıdır.
Mən nə vaxta qədər gözləməliyəm? Hal-hazırda da olmayıbdı. Hala yoxdur. Bəli. Neçə yaşınız var? 33. 33 yaşınız var. Belə aydın oldu yəqin ki. oldu. Təşəkkür edirik. Buyurun. Xanım artıq 4 ay olunan abortdan 4 ay keçibdi. Əslində birinci məsləhətim xanımlara odur ki, bu arzu olunan olunmayan hamiləliklərdən uzaq olsunlar, çalışıb abortlara getməsinlər. Çünki həqiqətən də çoxsaylı abortlar gələcəkdə həm uşaqlıqda, həm yumurtalıqda narahatçılıqlara gətirib çıxarda bilər. Hətta bədxəstəli şişlərə də gətirib belə çıxarda bilər. Ona görə mümkün qədər çalışıb bu arzu olunmayan hamiləliklərdən artıq elə bir dövrdə yaşayırıq ki, bu qoruma yolları belə çoxdur, vasitələrdən istifadə etmək olur. Mümkün qədər abortların sayı azalsın. O ki qaldı xanımın o sualına ki, artıq 4 ay keçibdi. Bu əslində düzgün deyil. Yəni sən gözlə ki, menstrual sikl olacaq. Bu düzgün deyil. Yəni bu söz düzgün deyil əslində. 4 aya keçibdi. Artıq bu vaxta kimi sizin menstrual sikl bərpa olunmalıdır və narahatçılıq olmamalıdır. Əgər belə bir narahatçılıq varsa, mütləq həkim müalicəsi almalısınız. Düzgün müalicə yönəlməlidir. Ola bilər, bax bayaq dediyim elə vəziyyətə gəlib çıxır ki, ola bilər hər hansı bir infeksiya olub uşaqlıq yolunda, ola bilər ifrazat olub hər hansı və bu ifrazat olurla, infeksiya olurla xanım aborta gedibdir. Abort olunan zaman həmin bu infeksiya qalxan yolla qalxıb, uşaqlığı zədələyib, yumurtalığı zədələyib, boruları zədələyib. Ona görə də menstrual siklin pozulması olur. Ona görə də xanımlar bax mütləq belə şeylərə diqqətli olmalıdırlar. Hər hansı bir ifrazat, irin varsa, cinsi infeksiya varsa, mütləq bunların qarşısı alınmalıdır. Hətta belə abortlara gedən xanımlar aborta gedirsə əgər, özü bunu öz orqanizmi üçün ən azından bilməlidir ki, belə bir narahatçılığım var. Mən bunun müalicəsini edim, daha sonra abort edim. Təbii ki, 4 ay bir xanımda menstrual sikl olmursa, burada hər hansı bir patologiyadan xəbər verir. Bəli. Ona görə o folikul ümumiyyətlə yetişmir dedikdə onu gözləməkmi lazımdır ki, özü mü yetişsin, yoxsa müalicə vasitəsilə? Əgər 4 ay ərzində folikul yetişmirsə, həqiqətən də demək buna müalicəyə ehtiyacı var. Demək yumurtalığın iltihabı xəstəliyi var. Hər hansı bir iltihab keçirdib yumurtalıq. Demək yumurtalıqda iş prinsipi zəifliyib. Bəli, normalda ayda bir dəfə o folikul yetişməlidir və partlamalıdır. Və vaxtımız var. Mən belə deyək, sonuncu sual olar yəqin ki, çünki vaxtımız buna çatar. Birinci doğuşun 4 gün əvvəl olub, uşağın çəkisi 3,5 kiloqramdır, cırıqlar oldu, cift qalmışdı, əllə çıxardılar. Həkimi də özüm seçmişdim, niyə belə oldu? Yeri gəlmişkən xanım qeyd edir ki, 4 gün əvvəl olmuşdu. Dünən, bugün, neçə gün öncə doğum yapmış bütün xanımlarımızı təbrik edirik. Doğrudan da inşallah doğuşa hazırlaşanlar da narahat olmasınlar. İnşallah sağ-salamat doğuşlarını apararlar, yəni sona çatdırarlar. Buyurun, niyə belə olubdu? Baxın, bütün suallarımız bir-birinə əlaqəlidir. Niyə? Çünki hamısı eyni səbəbdən gəlib çıxır. Çünki hamiləliyə hazırlıq olmur. Çünki öncədən hamiləliyə hazırlıq olmur. 3 kilo yarımlıq uşaq doğum olubdu. Doğumda əlbəttə cırıqlar ola bilər. Bundan heç kim sığortalanmayıbdır. Lakin bunun olmaması lazımdır. Bunun elə etmək lazımdır. Xanım orqanizmi elə hazırlanmalıdır ki, bu cırıqlar olmasın. Və yaxud da ki, ciftidi qalıbdı, hər halda qanaxma olubdu xanımda, ciftinin içəridə qalmağı ola bilər. Bu nə vaxt ola bilər? Keçirilmiş infeksiyalar zamanı, ciftin infeksiyalaşması zamanı və yaxud da ki, düşük qorxusu olan zaman, hamiləlik boyunca əgər düşük qorxusu olursa, bu zamanda ciftdə iltihablaşma olur. O zamanda əllə ciftin çıxarılması olur. Yəni bir sözlə hamiləlik, bu da düzgün deyil əlbəttə. Bir sözlə hamilə qalan ilkin dövrdən sona kimi hazırlanmalıdır doğuma. Belə. Təşəkkür edirik Səltənət xanım. Hörmətli tamaşaçılarımız, belə sizin bizə ünvanladığınız sualları cavablandırdıq. Vaxtımız sona çatdı. Hamilə xanımlarımızı doğuma hazırlaşan xanımlarımıza uğurlar arzu edirik. Allahdan səbir dilirik. Və qonağımız Vital Klinikanın həkim onkoginekoloqu Səltənət Məcidova idi. Belə, yenidən görüşərik. Sağ olun, sağlıqla qalın. Vital Klinikada yeni doğum şöbəsi, öz rahat palataları, doğuş zalı, yeni doğulmuşlar otağı və qayğıkeş personalı ilə hamilə xanımların yolunu gözləyir. Analar və körpələr həyatının ən xoşbəxt anını burada yaşayır. Doğuş və keysəriyyə əməliyyatı peşəkar mama ginekoloqlar, reanimatoloqlar tərəfindən aparılır. Əziz hamilələr, körpənizin sağlam olmasını, doğuşunuzun əziyyətsiz, travmasız keçməyini istəyirsinizsə, layiq olduğunuz yeri Vital Doğum Evini seçin. Baş, beyin, onurğa xəstəliklərindən, fəqrə arası disk yırtıqlarından, bel, boyun, əl-ayaq ağrılarından və keyləşməsindən əziyyət çəkənlərin nəzərinə. Vital Klinikada tanınmış türk uzman neyrocərrahları mikroskopik yolla neyrocərrahiyyə əməliyyatları həyata keçirir. Ağrısız, kəsiksiz aparılan bu mikroskopik əməliyyatlar sizi əzab verici ağrılardan və hərəkət məhdudluğundan bir dəfəlik qurtaracaq. 012 437 52 20
sponsorlar: İstanbul Estetik Klinikası, 0% kreditlə, 100% Türk mebeli Kilim Mobilya, Zəfər kursları, Memory Uşaq İntellekt Mərkəzi və